Qərar aldım ki, dövr sistemi cədvəli haqqında üçün video çəkim. Dövr sistemi cədvəlini tam yaxşı başa düşmək üçün köhnə versiyanı öyrənməyimiz, köhnə versiyanın üstündə öyrənməyimiz daha yaxşıdır, daha məsləhətlidir. Mən sizə demişdim ki, dövr sistemi ibarətdir qruplardan və dövrlərdən. Qruplar necə sıralar idi? Qruplar yuxarıdan aşağı olan sıralardır. Unudursunuzsa Q'nın quyruğuna yadda saxlaya bilərsiniz. Dövrlər isə soldan sağa olan sıralarda yenə D'nın quyruğuna yadda saxlaya bilərik. Tamam. Ona biz köhnə cədvələ baxırıq. Qruplarımız onda yuxarıdan aşağı sıralardırsa 1, 2, 3, 4, 5, 6, 7 və 8-ci qrup. Hər birində yuxarısına Rum rəqəmindən onsuz da yazılıb. Baxın, birinci qrup yuxarıdan Rum rəqəminə yazılıb. İkinci qrup, üçüncü qrup, dördüncü qrup, 5, 6, 7 və 8-ci qrup. 8-ci qrup gördüyünüz kimi biraz böyükdür. Niyə böyükdür? Onu da deyəcək. Hər bir qrupun nömrəsinin qırağında sol tərəfdə A, sağ tərəfində B yazılıb. Bəs bu nə idi? Bu demişdi ki, əsas ya da əlavə yarım qrup olduğunu göstərir. Əsas qrup odur ki, qrupun xassələrini özündə saxlayan əsas elementlərdir. Məsələn, mən deyirəmsə ki, birinci qruplar aktiv metallardır. Bu A tərəfdə olanlara aiddir. Yəni əsas yarım qrup elementlərinə aiddir. Onlar xassiyə tabidirlər. Gəlin A qrupdakiləri sayaq. Məsələn, litium, natrium, kalium, rubidium, sezium, fransium. Burada görürsünüzmü? Birinci qrupda olmasına baxmayaraq mis B tərəfdədir. Baxın, B-nin altında yerləşir. B tərəfdə olan birinci, ikinci bunlar yerləşmir, ancaq mis yerləşir. Onun altında gümüş B tərəfdədir. Bir addım altında qızıl B tərəfdədir. Deməli, birinci qrup elementləri deyəndə həmin misi də, gümüşü də, qızıl da sayırıq. Amma A qrup elementləri deyəndə ancaq A tərəfdə olanları sayırıq. Və bizə də A tərəfdə olan elementlər lazımdır. Çünki dövrü sisteminin xassələrinə A tərəfdə olan elementlər tabidir. Məsələn, mən sizə yazdıranda da A qrup elementlərini yazdırdım və hansı ki xassələrin dövrlüyündən danışmışıq, indi bu dəfə də təkrar deyəcəm. O dövrlülük də A qruplarda tabidir, özünü göstərir. B qrupları ya qismən tabidir, ya da ümumiyyətlə tabi deyil. Məsələn, biz demişdik ki, soldan sağa dövrü sistemində qeyri-metallıq artır. Əgər soldan sağa qeyri-metallıq artırsa, B qrup elementləri başdan ayağa hamısı metaldır. Burada heç qeyri-metal yoxdur axı, necə qeyri-metallıq artsın? Ona görə bu xassələr dediyim kimi B qrup elementləri ya deyilən xassəyə, dövrü sistemdə dəyişilən xassələrə ya tabidir, ya da qismən tabidir. Tamına tabi olanlar A qrup elementlərdir. Tamam, biz indi baxdıq birinci, ikinci, üçüncü, 4, 5, 6, 7, 8 qrup var. Və hər qrupun A, B olmaqla dediyi 2 yarım qrupa bölünür. Amma 8-ci qrupda B tərəfdə 3 element var. Baxın, 8-ci qrupun, bu 8-ci qrupdur. Bunun A tərəfdə olan elementlərini sayıram. Helium, bax A tərəfi buradadır, B tərəfi buradadır. Helium, neon, argon, kripton, ksenon və radon. Bu A tərəfdə olan elementlərdir. B tərəfinə düşən dəmir, kobalt, nikel, sonra burada rutonium, rodium, palladium və s. Osmium, iridium, platin və s. Yəni bunlar da B qrup, 8-ci qrupun B qrup elementləridir. Tamam, indi dövrlərə baxaq. Dövrlər soldan sağa olan sıralardır demişdik. Soldan sağa olan sıraya baxırıq. 1 sıra, 2 sıra, 3 sıra, 4 sıra. Amma demişik 7 dövr var. Bəs necə olur ki, burada 10 dənə sıra olur? İndi gəlin soldan sağa olan sıralar diqqətlə baxın. Baxın, bu birinci dövrdür. Qabağında 1 yazsam, burada yazılıb dövrlər. Birinci dövrdür və gördüyünüz kimi bir sıradan ibarətdir. 2 dənə element var, hidrogen və helium. Bu ikinci dövrdür, yenə bir sıradan ibarətdir. Litiumdan başlayır, berilyum, bor, karbon, azot istiqamətinə gedir. Bu üçüncü dövrdür, yenə bir sıradan ibarətdir. Bu bir sıradan ibarət olan 3 dövr kiçik dövr sayılır. İndi baxırıq dördüncü dövrə. Dördüncü dövrdə 2 dənə sıra var. Dördüncü və 5-ci sıra, yəni 2 sıra elementdir. 5-ci dövrdə yenə böyük dövr sayılır, 2 sıra elementdir. 6-cı dövrdə də yenə böyük dövr sayılır, 2 sıra elementdir. 7-ci dövrdə 2 sıradır. Sadəcə orada niyə bir sıra göstərilir? Çünki burada sizə demişdim, aktanoidlər var ki, hansı ki aktana oxşuyur, 14 elementdir. Onlar aşağıda qeyd olunub, eləcə də lantana oxşarlar və onlar aşağıda qeyd olunurlar və onları biz bura əlavə etsək, təbii ki sıramız böyüyəcək. Yəni bir sıra olmayacaq. Amma onları oraya yaza bilmirik. Çünki bu 14 elementin 14'ü də lantana oxşadığına görə xananın bir xanaya yerləşə bilmir və dövr sistemi nizam intizamını pozur. Ona görə onu lantanoidlər, yəni lantana oxşarlar adı altında aşağıda yerləşdiririk. Və ya da aktinoidlər adı altında aşağıda yerləşdiririk. Tamam. Deməli, birinci, ikinci, üçüncü dövr kiçik dövrdür. Özünüzdə görürsünüz, bir sıradan ibarətdir ona görə. 4, 5, 6, 7 isə böyük dövrdür. 7-yə həmçinin yarımçıq dövr və ya da natamam dövr də deyirik. Çünki elementlər kəşf olunaraq davam edir. İndi həmin şeyi biz əsas yarım qrup, daha doğrusu müasir dövrü sistem cədvəlinə baxaq. Baxın, müasir dövrü sistem cədvəli ilə bunun əslində heç bir fərqi yoxdur. Bir dənə əsas fərq ondan ibarətdir ki, baxın, burada birinci qrup A, ikinci qrup A. Bax, bu da birinci A, ikinci A. Hansı ki artıq üçüncü A'ya keçməlidir. Burada həmin o sarı olan, bax bu sarı yerləşənlər, üçüncü A olandan başlayaraq. Bax, onları itəliyiblər, bu çəhra ilə sarını itəliyiblər, bax, gətiriblər bura. Görürsünüz, 3-cü A, 4-cü A, 5-ci A, 6-cı, 7-ci, 8-ci. Dedim ki,
Burada olan bu sarı ilə verilmiş hissələr, yəni çəhra ilə sarı olan hissələrin arası bir-birinə itələnib. Bax, bu sarı olan hissələrdir. Bu da çəhrayı olan, daha doğrusu bu çəhrayı olan hissələrdir köhnə cədvəldə. Buradan o yana da sarı olan hissələrdir. Onlar dartışdırılıb o yana, yəni itələnib tam mavilərdən sonra düzülüb. Mavilərə baxın neçə sıradır? 1, 2, 3, 4 sıradır. Burada da 1, 2, 3, 4 sıra mavi, yəni mavinin göstərilən hansılar idi? Əlavə yan qrup elementlərdir. Onlar salbar çəhra ilə sarı olan elementlərin arasına yerləşdirilir. İndi gəlin sayaq görək neçə idi ki, bu mavi olan elementlərin sayı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Görürsünüz burada 9-cu, 10-cu aşağı düşmüşdü. Bu birincinin besi idi. Bu da ikincinin besi idi. Amma bu nə idi? Bu üçüncünün besi idi. Ona görə burada nə ilə başlayıb? 3B ilə başlayıb. 3B, 4B, bax buradan başlasaq. Bir də göstərirəm. Bax bu hara düşüb? Bu üçüncü qrupa düşüb. Üçüncü qrupun besidir. Baxın bu üçüncü qrupdur və onun B tərəfində yerləşən elementlər. B tərəfdə yerləşən elementlər. Bu üçüncü qrupdan başlayır. Ona görə burada 3B-dən başlayır. Yəni bəzən uşaqlar deyir ki, niyə o 1B-dən başlamadı? 1B-dən başlamamanın səbəbi odur ki, 1B ilə 2B baxın gəlib aşağıya düşəcək. Ona görə 1B ilə 2B-ni aşağıdan dartışdırıb gətirib bunun yanına burada düzəndə, axırında düzəndə, onda nə olur? Bizim bu müasir cədvəlimizdəki sıra alınır. Yəni yenə də birinci qrup, ikinci qrup A, üçüncü qrup A, dördüncü qrup A, 5, 6, 7, 8-ci qrup A. Amma əlavələr olan burada köhnə cədvəldə göylə göstərilən 10 dənə elementdən ibarət olan o sıralar, hansı ki B qrup elementləri idi, onlar dediyim kimi gətirilib bura araya əlavə edilib. Başqa heç bir dəyişiklik yoxdur. Yəni eyni elementlərdir, eyni sıralardır. Amma burada 3-dən başlayıb axırda 1 ilə 2 ilə qutarmağının səbəbi buradakı 1, 2 sonradan gətirilib bu sıranın axırına əlavə edilib də. Yəni ona görə ardıcıl olsun deyən bu şəkildə alınıb. Forması bu şəkildə alınıb. Onda davam edək. Demək, bağlayaq köhnə cədvəlimizi. Deməli, bizə nə lazımdır? Bizə lazımdır təzə müasir cədvəl. İndi müasir cədvəllə davam edəndə bax, görürsünüz, burada yazıb ki, hər bir üfüqi sıraya dövr deyilir. Biz zaten onsuz da bilirik də, üfüqi sıralar dövrlərdir. Və birinci dövrü hidrogen, helium burada çox aralı düşdü. Amma yenə də birinci dövr olaraq yəni öz statusuna qalır. İkinci dövr elementi litium, berilium, köhnə cədvəldə bor buradan başlayaraq davam edirdi. Burada aralanıb deyə 3-cü A, 4-cü A, 5-ci, 6-cı, 7-ci, 8-ci A qrup elementləridir. Amma dövr olaraq yenə də ikinci dövr olaraq gedir. Üçüncü dövr elementi olaraq 3 yazıb qarşısına 4-cü dövr, 5-ci dövr, 6-cı, 7-ci. Və 3 dövrdə, 1-ci, 2-ci, 3-cü dövrdə saysaq, bu arada onluqlar yoxdur deyə, onlar balaca kiçik dövrlər sayılır. Amma 4-cü dövrə baxın, 18 element var. 18 element var. Burada nəinki 18, lantanda sizə dediyim kimi 14 elementi də üzərinə gəlsək, 32 element olacaq. Yəni olacaq 32 element. Burada da həmin bu 18-in üzərinə burada aktinoidin 14 elementini gəlsək, burada da 32 element olacaq. Amma buna baxmayaraq dediyimiz kimi 7-ci dövr hələ də kəşf olununa gedir, davam edir. Yəni hələ 7-ci dövr üçün yarımçıq dövr deyə bilərik. Burada da gördüyünüz kimi orada da sayılar qeyd olunub. Birinci dövrdə, ikinci və yuxarı böyük dövrlərdə olan sayılar. Tamam, keçirik o biri dərsimizə. Keçməmişdən qabaq bu çalışmaya baxmağı məsləhət bilirəm. Gəlin birlikdə baxaq. Heliumun atom nömrəsini istəyir. Biz bəlkə cədvələ baxsaq, helium ikinci elementi. Görürsünüz, birinci hidrogen gəlir, sonra helium gəlir. Aha, davam eləyək onda. Helium olacaq ikinci element. Yerləşdiyi dövr nömrəsi birinci dövrdür. 1-dən 18-ə qədər nömrələnmiş qrupun nömrəsi hansı qrup idi? Ən axırıncı qrup idi. Yəni 8-ci qrup idi. Rum rəqəmi ilə göstərilir. Amma 18-ə qədər göstərilmiş sütunda isə 18 ilə göstəriləcək. Gəlin baxaq. Baxın. Burada köhnə cədvəllə bu birinci qrup idi. Bu 18 sütun olmayanda 2, 3, 4, 5, 6, 7 və 8.
Amma hal-hazırda bu 10 dənə aradakı sütunu da əlavə etdiyimizə görə olur 18-ci sütun. Yəni biz artıq müasir cədvəlini işləyəcəyik. Sadəcə köhnəyə niyə görə baxdıq? Bunu yaxşı başa düşmək üçün. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 və 18-ci sütunda. Burada nömrələnmiş sütunların nömrələnmiş versiyası da var. İstəsəz ona da baxarıq. Deməli, gəlin nömrələnmiş versiyaya baxaq. Bu qruplardır. Baxın, burada sütunlardan nömrələnmiş versiyası var. Gördüyünüz kimi helyum yenə 18-ci sütundadır. Tamam. Yəni çalışmaya geri qayıtsaq, helyumun sar nömrəsi, yəni atom nömrəsi 2-dir. Dövrün sayı 1-dir. 1-dən 18-ə qədər nömrələnmiş qrupun nömrəsi sütunlarla 18 idi. Bir də Rum rəqəmi ilə soruşur. Rum rəqəmi ilə 8 idi. Burada Rum rəqəmi ilə də verilmiş versiyasına baxsaq, baxın, burada Rum rəqəmi ilə də gördüyünüz kimi 8-ci A yazılıb. Və yaxud da burada sütunla göstərilirsə 18-ci qrup yazılıb. Yəni hər iki versiyasını bizdən soruşur. Həm sütunla 18 sütunda 18-cidir, həm də Rum rəqəmi ilə olan qrup nömrəsi ilə nəzər tutulursa 8-ci qrupdur. Bu şəkildə o birlərini də əlavə edib çalışmanı tamamlaya bilərsiniz. İstəyirsiniz birini də yazaq. Oksigen. Oksigen atom nömrəsi 8-dir. Yerləşdiyi dövrün nömrəsi 2-dir. Qrupun nömrəsi 16-dır. Və Rum rəqəmi ilə nömrəsi 6-dır. İstəyirsiniz qaydaq yenə baxaq oksigenə. Demək 8-ci element 6-cı qrup Rum rəqəmi ilə və sütunun nömrəsinə baxsaq, sütunun nömrəsi 16. Baxın, burada da sütunun nömrəsi 16. Yəni qrupun nömrəsini sadəcə dediyim kimi bu 10 dənə əlavə olunub deyənə. Əvvəl 6-cı qrup idi. İndi 10 dənə əlavə olunub da araya olur 16-cı qrup. Yəni 16-cı sütun. Helyum əvvəl 8-ci idi. Versiyasına baxaq, köhnə versiya Rum rəqəmi olan. 8-ci idi. İndi bu 10 dənə əlavə olunub deyən olub 18-ci. Yəni sütunlarla gedənə sadəcə 10 dənə bu aralıq əlavə olunub. Bu aralığı da yazanda 3B, 4B gedirik, axırda 1B, 2B yazırıq. Aradakı 8B'nin də 3 dənə olmağını unutmuruq.